Assalomu alaykum. Oltin ko'prik ko'rsatuvining bugungi aziz mehmoni filologiya fanlari doktori professor Olmos Ulvi Binnatova bo'ladilar. Studiyamizga xush kelibsiz. Təşəkkür edirəm. Mən də sizə xoş gəldin deyirəm. Xoş gəlmisiniz bizim gözəl Azərbaycanımıza, gözəl Bakımıza xoş gəlmisiniz. Öz vətəninizə gəlmiş kimi hesab edin. Çünki mən Özbəkistana gedəndə öz evimə getmiş kimi hesab eləyirəm. Ona görə siz də burada özünüzü öz evinizdə kimi hiss edin. Sağ olun. Əlbəttə sağ olun. To'g'ri aytdingiz Olmos xonim, bilasizmi, siz o'zbek farzandisiz. Siz Turkiy dunyoning go'zal bir farzandisiz. Chunki siz Navoiyni tanlagansiz va Navoiy da sizni tanlagan deb o'ylayman-da. Ijodingiz, butun mavzusi, umringizni mana shu Navoiy ijodiga bag'ishladingiz. Bu biz uchun da chinakamiga faxr. Shu ma'noda davlatimiz rahbari ishlaringizni e'tiborga olib do'stlik ordeni bilan taqdirladilar. O'zingizda qanday hissiyot bo'ldi? Keling suhbatni mana shundan boshlasak. Təşəkkür edirəm. O zaman mən cənab prezident Şövkət Mirziyoyev mənə dostluq ordeni belə bir fərman çıxanda mən ona bir təşəkkür məktubu da yazdım. Gəlmədiniz? Bəli. Yox, gecə saat 4-də mənə redaksiyadan, Özbəkistan redaksiyasından telefon açdılar dostlar ki, cənab prezidentin fərmanı çıxıb və orada sizin də adınız var, sizə dostluq ordeni verilib və anlamadım ki, yəni kim təqdim edib bunu? Yəni mən üçün gözlənilməz bir xəbər oldu. Amma səhər artıq mətbuatda gördüm. Təbii ki, çox sevindim. Yığladınız. Çox sevindim. Bəli, və qəlbimdə, o ruhumun dərinliyində Həzrət Əlişir Nəvaiyə pıçıldadım. Pıçıldadım ki, bu sizin əməyinizin, bu sizin ruhunuzun işığıdır. Əlbəttə. Yəni bu onun işığıdır. Yəni bu verilən mükafatlar, bu verilən dəyərlər birbaşa özümüzə yox, hansısa o cür Nəvai kimi, Nizami kimi, Füzuli kimi klassiklərin ruhunun işığına gələn bir töhfədir. Mən onu elə qəbul elədim. Mükafatı mənə Əlişir Nəvainin Əsr və Nəsri adlı bir monoqrafiya yazmışdım. 580 səhifəlik. Və Nəvainin də təsadüfən 580 ili, yəni bu fikirləşmədən olan bir səhifə olub. Mən bunu sonradan dərk elədim. Və orada Əlişir Nəvaini Azərbaycanda biz şair kimi, sonra türkcə xəmsə müəllifi kimi, divan müəllifi kimi hər kəs yəni əzbərdən bilir. Amma Nəvai həm də nəzəriyyətçi alimdir, Nəvai tarixçidir, Nəvai sənətşünasdır, təzkirəşünasdır, ilahiyyatçı alimdir. Və bunu mən istədim ki, həm elmi dairədə hər kəsə açıqlayım, həm də ümumiyyətlə bütöv Nəvai sevərləri və Əlişir Nəvainin elmi filoloji və dini təsəvvü əsərlərini, 21 adda olan əsərlərin hamısını bir-bir oxudum, şərh elədim və yeri gələn yerdə tərcümə elədim və mükəmməl bir iş qoydum və orada Nəvainin əsri və nəsri, yəni Nəvaini yetişdirən mühiti, sonra isə onun əsərlərini və bununla da bütövlükdə deməli Teymurlar səltənətində elmin, mədəniyyətin hansı zirvəyə gəlib çatdığını mən açıqlamaq istədim. Çünki Nəvai fenomeni birdən-birə olmadı ki, bunun üçün bir müddət əvvəl Əmir Teymurun türkcə yazılma, əsərlər türkcə yazılsın deyə qərarı var idi, fərmanı var idi və ondan nə qədər müddət keçəndən sonra axır ki, təbii ki, o arada çoxlu şairlər var, klassiklər var, elə təkcə Mirzə Uluğbəyi deyim, yəni çox adları sadalaya bilərsiniz. Amma və Səkkaki var, Lütfi var, amma Nəvaidə artıq bu zirvəyə yetdi. Türk bütövlükdə təkcə Əmir Teymur səltənətinə yox, bütövlükdə Türk dünyası üçün Əlişir Nəvai türkcəni zirvəyə qaldırdı. O demək deyildi ki, Nəvaiyə qədər türkcə yazan olmayıb. Əlbəttə var, Nəsimi var idi, Yunus Əmrə var idi, yəni mən bu klassikləri deyim və çox isimlər var. Amma onlar öz yazdığı əsərləri, türkcə yazdığı əsərləri bir dərviş olaraq eldən elə, obadan obaya keçərək yayırdılar. Çünki o zaman türkcə yazmaq şeir dili deyil deyə türkcəni aşağılayırdılar. Ərəb dili idi, fars dili idi. Amma Əlişir Nəvai türkcəni zirvəyə qaldırdı. Dünya türk ədəbi dilində, dünya ədəbiyyatı sırasında türkçənin də yerini qoydu, mühürünü vurdu. Zami Gəncəyev juda ulug' shoir, nima uchun Navoiyni tanladingiz? Bilmoq istayapman-da, ichimdan bir muhabbat kelyapti.
Sırrı nimada? Bu çox gözəl bir sualdır. Həm də biraz insanı duyğulandıran bir sualdır. Əvvəla onu deyim ki, Nizamidə, Nəvaidə, Füzulidə bizimdir, sizindir və bizimdir. Yəni orta əsri klassik ədəbiyyatını oxuyanda insan gözünün qabağına gətirmir ki, bu Azərbaycanda, bu Özbəkdə, bütövlükdə bir türk dünyası Doğru. görürük. Bu belə. Və Nizami fars dilində yazıb. Çünki onun dövründə, Nizami Gəncəvinin dövründə saray dili fars dili idi. Və Nizami Gəncəvinin xəmsəsi ayrı-ayrı şahların sifarişi ilə yazılan bir əsərlər oldu və bu bütövlükdə bir beşlik oldu. Nəvai isə həmin o xəmsəni 300 ildən sonra türkçə yazdı. Və niyə Nəvai? Və Nəvainin dövründə də saray dili deməli şeir dili fars dili idi. Türkçə yazmaq olmazdı. Amma Nizami Gəncəvi sarayda yaşamırdı. Nizami Gəncəvi saray şahlarının sifarişini qəbul edirdi. Nəvai isə sarayda yaşayırdı, hökmranlıq əlində idi. Ona görə o yazdığı əsərləri dünyanın hər yerinə göndərə bilirdi. Baxın, Nizami Gəncəvi sarayda yaşamadı, amma saray şairi oldu. Nəvai sarayda yaşadı, amma saray şairi olmadı, xalq şairi oldu. Gözəl bir sözünü aytdınız. O xalq şairi idi. Bəli, o xalq şairi oldu. Doğru aytasınız. Və bunların hər ikisi dünyəvi şairlərdir. Çünki bunların ideyaları dünyəvi, bəşəri ideyalardır. Humanizmdir, insanlıqdır, xalqsevərlikdir, məhəbbətdir, eşqdir. Bunlar bilirsiniz ki, dünyəvi bir məsələlərdir. Və niyə Nizamidə həm də dayandım? İkinci bir səbəb, mənim doktorluq işim Azərbaycan-Özbək ədəbi əlaqələri idi. Bütövlükdə Azərbaycan-Özbək əlaqələrinin 600 illik tarixinə nəzər saldım və orada çoxlu şairlər gördüm, ulduz şairlər gördüm və o ulduz şairlərin içində bir günəş tapdım. Nəvai. Bir günəş tapdım, Nəvaini tapdım və Nəvainin işığı o qədər bərk vurdu ki, o ətrafındakı şairləri necə ki, gecə ay görsənir, səhər günəş çıxanda ay itir. Nəvaini mən oxuyanda o birisilərinin hamısı qaldı kənarda. Həm də Nəvaidə çox böyük bir, o söz biraz yaxşı deyil, millətsevərlik. Amma var idi onda. Millilik ruhu, Nəvainin ən böyük bir üstünlüyü də o oldu ki, Nəvai elə Nizamidə də var o. Onlar milliliyi bəşəri anlamda insanlara çatdırırlar. Millilikdə cəhani bir miqyasda qoyur. Yəni o cahanın içində, dünya ədəbiyyatının içində bir millilik missiyası. Yəni bu hər adama nəsib olan bir şey deyil. Bir Türk dünyasında qalıb getməydi. Bu bütün bəni adamzatning muammolarini, masalalarini yuzaga ko'taradi. O bilirsiniz, milli məsələni dünyəvi fövqdə təqdim elədi ədəbiyyatda. Xuddi şunday, doğru aytdınız. Ona görə də yəni Nəvai və mənim məhəbbətim o qədər güclü oldu ki, mən 2 dəfə Herata getdim. Getdim, Nəvaini ziyarət elədim. Hətta birinci dəfə... Siz Heratga borib gəldinizmi? 2 dəfə, 2 marta getdim. Nəvaidən izin soradınız? Bəli, getdim. Mənə qanday bo'ladı haqiqiy ilm fidoyisi? Birinci 2016-cı ildə getdim. O zaman burada Afqanistan elçixanası vardı. O mənə dedi ki, ora getmə qızım, ora çox çətindir, orada Taliban filan. Mən dedim, gedəcəm. Çünki mən Nəvai babamın gedim ziyarət edim. Yəni bu mümkün deyil. Sonra mən həyat yoldaşımı çağırdılar. O da bir alimdir. Dedilər ki, siz bununla izin verməyin getməyə. O da mənə izin verməyin getməsin. Siz isə yox, boraman. Mən Navaidən izin sorab gəlişim kerak deyərsiniz. Nə dedilər o şanda? Ömür yoldaşınız? Ömür yoldaşım dedi ki, valla hər şey üçün ona mən səd qoya bilərəm, amma Nəvai söhbətində mən mat qalıram. Yəni mən o sözü deyə bilmərəm ona. Çünki onun qəlbinə toxunar. Har bir ish uchun unga to'siq qo'yaman, devor qo'ya olaman, ammo Navoiyning suhbatiga men hech to'siq bo'lmayman, bo'la olmayman. Chunki u Navoiydir, go'zal. Dedi ki, əgər mən ona belə bir qadağa qoysam, günah etmiş olaram. Gözəl. O özü halcı bir insan və getdim. İçində bir hal var, bəli. Anlayır onun üçün. Və getdim, ora Yalnızca getdiniz? Yalnızca getdim. Yalnız getdinizmi? Orada Nəvai konfransı var idi, konfransa getdim. Burada Afqanistan elçixanası məni könülsüz olaraq yola saldı. Yəni ki, ora ölümdür. Çünki xavotirdə ular. Bəli. Mən amma onlara dedim ki, bilirsinizmi, mən gəzməyə getmirəm ki, mən övliya ziyarətinə gedirəm. Ona görə mənə heç nə olmaz. To'g'ri, to'g'ri. Men kezmoq uchun, mehmon uchun borayotganim yo'q.
men Navoiyning ziyoratiga boryapman, Alloh meni qo'raydi degansizda. Və getdim və çox özümü çox xoşbəxt hiss elədim. Getdik Kabulda Babırı ziyarət elədik. Ah, gözəl. Sonra getdik Heratda Navaini ziyarət elədik. Göfərşad bəyimin deməli onun məqbərəsinin, camisinin yanında dəfn olunub. Sonra orada Hüseyn Bayqaranı ziyarət elədik. Sonra gəldik. Yəni çox bütün Afqanistana getdim, mən gördüm ki, Türk dünyasının bütün ulluqları oradaymış. Orada, o şehirdə. Hamısı oradaymış və mən oranı o qədər sevdim. Və mənə deyirlər, oranı niyə sevirsən? Yolları asfalt deyil, hər insanları hamısı yəni çox pis gündədirlər gerçəkdən. Çünki həyat demək olar ki, donub orada insanlar çox çətinlikdə yaşayırlar. Halbuki Navainin dövründə Herat dünyanın, şərqin ən yüksək mədəniyyət bir mərkəzi olub. En yüksək mədəniyyət, en gözəl bir Danışıram, mədəniyyət. yenə də belə pis oluram. Amma indi bugün onların hamısını belə deyim ki, insanları çox rəzil gündə yaşayır. Amma bütün bunların içində necə ki bir gülün budağında tikanlar olur, amma yuxarısında gözəl bir qönçə Gül olur da. olacaq, çiçək Və mən o olacaq. qönçəni gördüm, o tikanları görmədim. Güzel güzel. Ha, o Rumika'da gönçə- söyle. O qönçəni gördüm. Doğru. Və Nəməni his qıldınız? birinci ağladım, torpağı öpdüm. Sonra məqbərəyə daxil oldum və dedim ki, ustaz, sənin ziyarətinə gəlmişəm. Mənim ziyarətimi qəbul eləyin və biraz söhbət elədim. Navai ne dedi sizə? Bir də Nəvai isə çox sevindi. Nəvai də Sevindi. sevindi. Bəli, Nəvai Gözəl. də sevindi ki, yəni onu gör neçə ildən sonra 500 ildən, 580 ildən sonra getmişəm onun ziyarətinə. Və o zaman mən Nəvaini tədqiq eləyəndə görürəm ki, Azərbaycandan ora çoxlu gənclər, o zaman yaşlılar gediblər. Nəvai məktəbində oxuyublar. Və onların hamısına Nəvai dərs deyib. Və Hüseyn Bayqaranın övladlarına Nəvai öz Azərbaycandan gedən şagirdlərini mürəbbiyə kimi təqdim edib. Yəni Bayqaranın övladlarına Azərbaycandan gedən ziyalı yaşlılar, tələbələr dərs deyibdi. Yəni bu Nəvainin tərcümeyi halında məsələn onlardan Ziya Təbrizi deyə bilərəm. Bir çoxlar var ki, Məcalis Ün Nəfais əsərində Əlişir Nəvai onlar haqqında yazıb. Demək Azərbaycandan, Azər tuprağından borgan yosh Bəli, ijodkorlar çox o yerdə təhsil, təlim olgan. gediblər Nəvai məktəbindən dərs almağa. Navoiy maktabida tahsil olganlar. Bəli. Kimlar yana bir karra ayting ularni Məsələn, mashhur bo'lgan. Məcalis Ün Nəfais əsərində o siyahılar verilibdi. Yəni hamısını bir-bir verir. Bir cümlə verir. Məsələn deyir ki, Ziya Təbrizi necə ki çox adamlar klassik dövrdə bir şəhərin adı ilə özünə təxəllüs götürürsə də o zaman Azərbaycanın paytaxtı Təbriz şəhəri idi. Ona görə hər bir Bakıdan gedəndə, Şəkidən gedəndə, Naxçıvandan gedəndə onların təxəllüsü Təbriz idi. Və həmin o Təbrizi imzası ilə Məcalis Ün Nəfaisdə xeyli şairlər var. Və onların hamısı Nəvainin məktəbindən dərs alıblar. Nəvai onlara himayədarlıq eləyib, onlara geyim verib, onlara geyim verib, yeməklərini verib, şəfaəxanada işləyiblər. Məsələn, Təbrizdən gedib Behzad, Kəmaləddin Behzad, əslən Azərbaycanlı və Nəvai bunu dünya miqyasında bir xəttat elədi. Alisher Navoiy davrida kitobat san'ati juda go'zal bir shakllandi. Sahhoflar bir tomonda, qo'lyozmalarni yozguvchi xattotlar bir tomonda, naqshlar chekuvchi bir musavvirlar bir tomonda. Shu qadar bosqichma-bosqich olib borildiki, juda bir go'zal devonlar yuzaga keldi va o devonlarni bezaydigan musavvirlar dunyoga keldi. Sharq she'riyati bu tasavvuf, ya'ni yaratganga olib boruvchi ko'ngil holi dedik va u tasavvuf go'zal bir tasavvurlar beradi. Tafakkur ila bog'liq, shundaymi? Tafakkurni chizgilar ila, ko'ngil ila chizmoq uchun go'zal bir ijodkorlar kerak edi. Ular she'rni o'qib, tasvirga olib boradigan, obrazlari, naqshinigorlarni yaratadigan bir go'zal ijodkorlar bo'lish kerak edi. Kamoliddin Behzod o'sha davrda yetishdi. Alisher Navoiy davrida yetishdi. Siz Navoiy shunos bir olima sifatida o'ylaymanki, bu davrni chuqurroq o'rgangansiz.
boshqa olimlardan ko'ra o'zgacha bir nazar bilan o'rgangansiz deb o'ylayman. Chunki bizda shunday ma'lumotlar borki, Kamoliddin Behzodni yetishtirgan ustodi asli Ozarbayjon musavviridir va keyin Sharq miniatyurasi Kamoliddin Behzod davrida Hirotda, Temuriylar davrida go'zal shakllangandan keyin uning ta'siri butun Sharq dunyosi, jahonda yoyildi va xususan Ozarbayjonda Sharq miniatyurasi bo'yicha go'zal bir maktablar yuzaga keldi degan ma'lumotlar bor. Shu ma'nosida bir chiroyli batafsil ma'lumotlar bersangiz. Bu çox gözəl bir mövzuya toxundunuz. Kemaləddin Behzad zaten Təbrizdən getmişdi. Kemaləddin Behzad belə deyək, Təbriz əhlidə bütövlükdə Azərbaycan idi. Təbriz Azərbaycanın paytaxt şəhəri olubdu. Və Şərqi Azərbaycan. Bəli. Şərqi Azərbaycan. Bugün 1828-ci ildən sonra Şərqi Azərbaycan oldu. Bütövlükdə Nəvai dövründə o bütöv bir Azərbaycan idi. Yaxlı, bitdi. Bəli, bir dövlət idi, Azərbaycan dövləti, Səfəvilər dövləti və onun da başında dayanmışdı. Türklər dövləti. Bəli, Türk dini, bəli. Həm də o zaman mən Azərbaycan, sən Özbək, sən Uyğur deyən bir söhbət yox idi. Bəli. Orta bir şərq mədəniyyəti var idi və Kemaləddin Behzad da Herata getdi, çıxdı. Nə üçün? Çünki Herat o dövrdə elmin, mədəniyyətin bir paytaxtı, bir zirvə şəhəri idi. Hər kəs ora can atırdı. Necə ki, Sovet dövründə hər kəs Moskvaya can atırdı ki, orada təhsil alsın. Navai dövründə də hər kəs o ətraf şərqin ayrı-ayrı ölkələrindən hər kəs deməli Herata getmək istəyirdi və orada da Nəvai istedadları görürdü. Çünki hər kəs gedəndə Nəvai məktəbindən dərs alırdı. Nəvai isə onun məktəbində dərs alan şagirdlərini, istedadları təbii ki yetişdirirdi və onlardan biri də Kemaləddin Behzad oldu. Və Kemaləddin Behzad məsələn o zamanda Əlişir Nəvai dövründə surət çəkmək izni yox idi da. İslamiyyət bir dövr idi. Bəli. Bəli. Və Kemaləddin Behzad Nəvainin əsərlərinin işığında Nəvainin rəsmlərini çəkdi. 8 dənə rəsm, 8 rəsmdir. Və bunu ancaq Behzad edə bilərdi. Yəni başqa bir kəs edə bilməzdi. Və Nəvainin bizdə əlyazmalar institutunda Məcalisün Nəfais əlyazması var. Orada Kemaləddin Behzadın çəkdiyi illüstrasiyalar var, miniatürlər var. Əsliyyət. Bəli, əsliyyət. Neçə dənə? Məcalisün Nəfaisdə 13 əsər var, miniatür əsər var və bir çox kitablarda, əlyazmalarda Behzadın miniatürləri var. Demək ki, Azərbaycanda Kamoliddin Behzad işləgan əsərlərinin əsliyyəti var. Var, bəli. Qolyazmalar institutunda. Bəli, Qolyazmalar institutunda Nəvainin əsərlərinin içində Kemaləddin Behzadın miniatürləri var. O'zbekiston elchixonasi, Ozarbayjon elchixonasi bilan o'zaro gaplashib, mana shu mavzuda, demakki, Qo'lyozmalar institutida saqlanayotgan Kamoliddin Behzod asarlarining asl nusxalarini olib, o'zbek tomoshabinlariga ko'rsatish bizning eng go'zal maqsadlarimizdan bittasi. Mana shu maqsadlar uchun biz Oltin ko'prik degan bir yangi loyihani yaratyapmiz. Shu yo'lda agar bizga yordam bersangiz juda go'zal bir ish bo'lar edi. Olar, yəni o çətin deyil. Olar, niyə çətin? Mushkul emas. Yo'q, mushkul deyil. Demak, bizga yana batafsil aytib bersangizki, Qo'lyozmalar institutida va Ozarbayjonda va yana qayerda, qaysi muzeyda yoki qayerda Kamoliddin Behzod asarlari, Navoiy asarlariga doir umuman Temuriylar davridagi o'sha miniatyuralardan xattotlik namunalari nimalar bor? Shular haqida batafsil ma'lumot bersangiz juda xursand bo'lar edik. Bilirsinizmi? Kemaləddin Behzadın ayrıca miniatürlər kitabı yoxdur. Nəvai əsərlərinin içində miniatürlər var. Və o dövrdə aid əlyazmaların əksəriyyətində təbii ki, Kemaləddin Behzadın illüstrasiyalı miniatürləri ola bilər. Amma Behzad daha çox Nəvainin yetirməsi olduğuna görə və Nəvai kitablarının içində var. Hətta Nəvainin özünün sağlığında 1484-cü ildə bir xəttatın tərəfindən yazılmış. Hətta Əlişir Nəvainin özünün dəstxəttindən o əlyazmaların içində öz dəstxətti də var. Navoiyning dəstxəti bor. Bəli.
Bidayə o əsəri 1484-cü ildə bu Demək, var. demək Navoiyning tirikligida yozilgan. Bəli. Onun ilk deməli divanı, ilk divanıdır. O bizim əl yazmalar, qol yazmalar institutunda var. Və mən bir faktı sizə deyim ki, o zamanlar deyəndə 40-cı illərdə Özbəkistan Azərbaycana gəlib, Özbəkistan alimləri Həmid Süleyman və başqaları Navainin ən qədim əl yazmalarını Azərbaycan qol yazmaları institutundan almışlar. Azərbaycan da Nizami Gəncəvinin ən qədim əl yazmaları nüsxəsini Özbəkistan kitabxana qol yazmaları institutundan almış. Yəni çünki o zaman bunlar ayrım deyildilər. Və Həmid Süleyman Azərbaycana kelib, bəli, Alisher Navoiy əsərlərinə aid qolyozmalarını Azərbaycandan olgan və Özbəkistandan təbii ki, yəqin faksimilini veriblər. Yəni bütövlükdə əl yazmaları heç kəs verməz. Nə Özbəkistan bura verməz, nə Azərbaycan verməz. Çünki bunlar bir xəzinədir. Bunlar qiymətli bir xəzinədir. Onlar da hansısa səyyah tərəfindən gəlib qalıb burada və yaxud da Nizami Gəncəvinin əsərləri Özbəkistan qol yazmaları institutunda və hər biri hansı yolla olursa o kitabxana, o qol yazmalar institutuna gedib çıxıbsa, onlar onu tutuya kimi qoruyurlar, saxlayırlar. Amma lazım olanda onun faksimilini, yəni kopyasını verirlər. Yəni bu adi bir şeydir. Bütövlükdə o dövrdə Navoiy bilirsiniz zadəgan əsrli olduğuna görə onun bütün həyatının səhifələri, tikdiyi əsərlər, yəni memarlıq abidələri Vəqfiyyə əsərində o veribdir, o siyahının hamısını veribdir. Bütün bunların hamısı qorunub, saxlanıb. Yaxşı. Yəni əsliyətdən demək 13-də əsər var. Var. Məcalüs-ün Nəfais təzkirəsinin içində var. Yəni nimalar var? Yəni qaysı bir noma'lum müstəvirlərin əsərləri var bu yerdə yoki xəttotlik nümunələri var? Onu ora qol yazmalar institutuna gedəndə orada o sahənin mütəxəssisləri var. Onlardan öyrənə bilər. Mən sadəcə Navoiynin bir çox qol yazmaların içində Kəmaləddin Behzadın miniatürləri var. Onu da bəli çoxdur. Navoiynin bizdə Azərbaycan qol yazmalar institutunda əl yazmaları çoxdur. Yəni bütün əsər divanı var. Hətta indi bu tədbirinizin adı Füzuli və Navoiydir. Bir kitab var ki, əl yazma var ki, qalın belə kitabdır. Orada bir səhifədə Navoiynin divanıdır. Onun üzbəyüzündə Füzulinin. Yenə də o birisi səhifədə bir tərəfdə Navoiydir, digərində Füzulidir. Füzulinin yazdığı nəzirələr, Navoiyyə yazdığı nəzirələr o divanda yer alıb. Yəni çox gözəl, çox maraqlı, çox tarixi əsərlər var, qol yazmalar var. Lütfən bu qolyozma qaçan yaralgan? Yəni ki, bir səhifəsi Navoiynin O qəzəli 1700-cü ilə aid bir qol yazmadır. 1700-cü ildə. 1700-cü ilə aid bir qol yazmadır və çox nəfis bir qol yazmadır. Gözəl, hə. O qol yazma haqqında o qol yazmanın bir nüsxəsi də indi bilmirəm aynı nüsxədir yoxsa fərqli nüsxədirmi? Özbəkistanda Şərqşünaslıq institutunda var. Mənim ustazım Nəvaşünas rəhmətli Cənnət xanım Nağıyevanın məqaləsində oxudum ki, orada Özbəkistanda Şərqşünaslıq institutunda da deməli bu qol yazmanın nüsxəsi var. Amma o qol yazma haqqında mən də yazmışam. 5 müəllif yazmışıq müxtəlif illərdə. 1950-ci ildə bir nəfər Məmməd Ağa Sultanov yazmış, sonra 60-cı ildə bir yazmış, sonra Cənnət xanım yazmış, nəhayət mən yazmışam və çox qəribədir ki, hamımız ayrı-ayrı şeylər yazmışıq. Yəni bir kitab haqqında, bir kitabın təsvirini hər kəs ayrı-ayrı verib. Əlbəttə. Yəni bu da halbuki məsələn mən o əvvəlki məqalələri oxumamışdım. Sadəcə özüm necə görmüşdüm elə yazmışam. Sonradan rastıma keçdi və oxudum və çox təəccüb elədim ki, baxın 5 müəllif hamısı indi biz ora baxırıq. Siz bir görürsünüz, mən başqa cür görürəm. Və o qol yazmanda elə, yəni bunlar qiymətli bir şeylərdir. Çox qiymətlidir. Və o məhəbbətim 2021-ci ildə mən bir də getdim Herata. Yenə vardınız? Yenə vardım. Vay o. Yenə vardım.
getdim və öz evimə getmiş kimi yenə də Nima uchun ikkinchi safar İkinci bordingiz? səfərdə yenə də Nəvainin yubileyi 2021-də Təklif etishdi. Özbəkistan, Əfqanistan elçixanası dəvət etdi. 16 ildir Ədəbiyyat İnstitutunda Əlişir Nəvainin 9 fevral günü beynəlxalq xalqara konferansiyasını keçirirəm. Elçixanaları dəvət edirəm. Əfqanistan elçixanasını, Özbəkistan elçixanası ilə zaten bir yerdə çalışırıq. Hər işimizi birgə görürük. Sonra bəzən Hindistan səfirini elçixanasına dəvət edirik. Niyə? Axı bizim orada da bir Əmir Xosrov Dəhləvimiz var. Axı bizim orada bir dənə də Baburumuz var. Yəni bunlar ona görə yəni Türk dünyası bu qədər geniş, Teymurlar səltənəti bu qədər geniş və harada gedibsə özü ilə mədəniyyət aparıb, elm aparıb, ürfan aparıb, mərifət aparıb. Sağ bo'ling. Jahon uzra Navoiy tilini, Navoiy yuragini taratib, tarqatib yuribsiz. Qo'limda yana kitoblaringiz ekan. Demak, ikkinchi, uchinchi marta borsangiz ham yangi kitoblar armog'oni bilan borasiz Navoiy huzuriga va o'z muhabbat izhorini etib kelasiz. Nima qilayotganingizni hisobotini berib kelasiz. Biz de xursand bo'ldik. Mana bu kitoblar ham albatta Navoiy ijodiga bag'ishlangan. Bu kitabları bu il 2026-cı ildə nəşr olunub. Bu kitabları çap eləyənə qədər Əlişir Nəvayi haqqında mənim bir çox kitablarım var, monoqrafiyalarım var. Amma 2026-cı ildə Maqsud Şeyxzadənin Qəzəl Mülkünün Sultanı deyən bir kitabını tərcümə özbək dilindən Azərbaycan dilinə çevirib, uyğunlaşdırıb çap etmək qərarına gəldim. Səbəbi də odur ki, Maqsud Şeyxzadə Azərbaycan oğludur və mən 20-ci əsr nəvaişünaslığı izləyəndə və gördüm ki, o dövrdə əslində Maqsud Şeyxzadə Özbəkistanda sürgün olmuş və gedəndə özü ilə Nəvai nəfəsi aparmış. Çünki o dövrdə Azərbaycanda hər kəs Nəvaini özünü bilirdi və Özbəkistanda da hər kəs Füzulini özününki bilirdi. Və bir dəfə Füzuli şünas Erqaş Açılovu deyim. O deyir ki, 30-cu illərdə deyəndə ki, Füzuli Azərbaycan şairidir. Bizdə deyir qışlaqlarda, sonra universitetlərdə hamı heyrət elədi ki, Füzuli Özbək şairidir. O nə zamandan Azərbaycan şairi oldu? Və eyni ilə 30-cu ildə Nəvai və Nizami Gəncəvinin yubiley konfransı keçiriləndə komissiya yaradılır. Azərbaycan və Özbəkistan dövlətləri bir komissiya yaradır. Orada Azərbaycan xalq şairi Səməd Vurğun deyir ki, mən deyir, indiyə qədər elə bilirdim ki, mən və bütün dostlarım elə bilirdi ki, Nəvai Azərbaycan şairi. Biz onun Özbək şairi olduğunu bilmirdik. Gözəl Yəni tarix. bunlar bilirsiniz nə deməkdir? Əslində nə Nəvainin, nə Füzulinin, nə Nizamini bir xalqın adına çıxa bilmərik. Çünki onları kiçiltmiş hesab oluruq. Bunlar axı dünyəvi şairlərdir. Bunlar üçün Tatar deyə bilər ki, Nəvai də, Nizami də Tatar şairidir. Türkmən deyər ki, Türkmən şairidir. Yəni çünki bunlar dünyəvi şairdir və Bütün cahan şairləri və olar. Türk dünyasının Məşhur şairləri. tarifeylərdir. Ona görə biz bunu konkret deyə bilmərik. Yəni mən onu demək istəmirəm ki, bu konkret bir Azərbaycan şairidir, bu təkcə Özbək şairidir. Yəni o zaman onların ruhu bizdən inciyər. Doğru. Amma o xalqa şöhrət gətirən klassiklər olub. Yəni o xalq bugün başqa bir məmləkətə get, xarici məmləkətə get, hardansan Özbəkistan, Nəvai yurdundan eləmi? Hardansan Azərbaycana, Nizami yurdundan eləmi? Əslində o adlar artıq o xalqın adının bir emblemi olub, bir rəsmi möhürdaşı olubdur. Bu da təbii ki, bizim fəxrimizdir, bizim qürurumuzdur. Bu kitab isə deməli, orta əsrlər poeziya, şərq poeziyasının İskəndər obrazı. Burada ilk olaraq Əbülqasım Firdovsin Şahnaməsində İskəndər obrazı təbii ki, orada mifoloji bir obrazı olaraq veribdir. Amma ilk olaraq Nizami Gəncəvi də deyir ki, İskəndər haqqında deyir 30 şəhərində yaşayan şair gözəl yazmış. Amma ilk dəfə Nizami Gəncəvi İskəndər adına ədəbiyyat yaratmış. Bədii ədəbiyyat yaratmış, İskəndərnamə dastanını yaratmış. Firdovsi də o Şahnamədə bir mifoloji obraz olaraq verilirdisə də, Nizami Gəncəvi bunu konkret tarixi şəxsiyyət olaraq ədəbiyyata gətirdi. Və Xəmsənin bir axırıncı dastanıdır.
Xəmsə nəfislik yarandı mı? Ondan sonra Əmir Xosrov Dəhləvi Ayni İskəndər əsərini yaratdı. Ondan sonra deməli Əmir Xosrov Dəhləvidən sonra Əbdürrəhman Cami o öz əsərini, Xiratnamə əsərini yaratdı. Orada İskəndər obrazı, nəhayət bizim Nəvai Səddi İskəndər əsərini və bu 5 əsərdəki İskəndər obrazını, onların arasındakı oxşar və fərqli xüsusiyyətləri, Nəvai İskəndərnaməsinə baxanda o elə birdən-birə oturub İskəndər dastanını yazmayıb, Sədd İskəndər yazmayıb. Ondan əvvəl onun tarixi əsərləri var. Görürsən ki, İskəndərin hansı kökdən gəldiyini bütövlükdə veribdir. Yəni tarixi əsərində onun Tarixi Mülki Əcəm və Tarixi Hükəmə və Ənbiyə əsərlərində İskəndərin deməli bütün şəcərəsini verib. Hansı şəcərədən gəlirsə onu verib, onun zatını göstərib. Bəli, Nəvai. Ona görə də Nəvainin İskəndərnaməsinin bir üstünlüyü də oradadır. Hamısı gözəldir, hamısı tarixi əsərlərdir. Və belə sonra mənim Tacikistanda bir yaxın dostum var, professor Ruxşanə Qurbanova. O Azərbaycana gəlmişdi və gördü ki, mənim İskəndər akademiyada fərdi iş planımdır. O mənə dedi ki, mənim də doktorluq işimdir. Və biz qərara gəldik ki, bir yerdə bu kitabı çıxaraq. Və təbii ki, bu da gözəl bir şeydir. Həm bir əməkdaşlıqdır, bir dostluqdur, ədəbiyyatlar arasında körpüdür. İndi baxın, Əlişir Nəvai bütün əsərlərinin girişində Nizaminin adını çəkir. Ondan öyrəndiyini dönə-dönə deyir. Yəni bu Nəvainin nə qədər kübar bir ədəb sahibi olduğunun sübutudur. Onun kübarlığıdır. Shunday. Rahmat Almaz xonim, samimiy suhbatlaringiz uchun rahmat. Alisher Navoiy aytadilar, baribir oson emas bu maydon ichra turmoq, nizomiy panjasiga pəncə vurmaq. Davom eting. Və bunun da bir anlamı odur ki, yəni o Nizamini o qədər Azərbaycanda belə bir əlyazmada var, yeri gəlmişkən deyim. Bilirsiniz, deməli Nəvai Nizami Gəncəvinin bütün əsərlərini qızıl suyu ilə əlyazmasını işlədib xəttatlara. Bir xəmsəsini dairə şəklində yazıb və özünün xəmsəsini onun ətrafında yazıb. Və o əlyazmada deyir ki, bizim ədəbiyyatşünas alimlərdən biri deyir ki, bəs o Nizami şirdisə də Nəvai də pələngdir. Yəni ondan yəni çəkinməmiş, ondan qorxmamış. Yəni Nizami qüdrəti qarşısında xəmsə yazmaq bu asan məsələ deyil. Çünki xəmsə yazmağın 5 poema, 5 dastan yazıb adını xəmsə qoymaq bu hələ iş görmək deyil. Çünki xəmsə nəfisliyin özünün sujeti var, özünün ideyası var, orada mövzuların qoyuluş tərzi var, qəhrəmanların hansı təbəqədən və hansı bəşəri ideya xidmət eləməsi var. Bunlar xəmsə nəfisliyin sujet xəttidir. Əgər o sujetdən kənara çıxırsa, o artıq xəmsə olmur. Yəni 5 dastan yox, 15 dastan yazsa da o xəmsə olmur. Və Nəvai Nizami qüdrətinin qarşısında bax belə bir cəsarətlə çıxıb. Və Azərbaycanın və Özbəkistanın böyük şairi Füzuli demiş ki, mənim ustadım Nəvaidir. Əgər Nəvainin türkçəsi olmasaydı, mənim lirizmim bu zirvəyə qalxmazdı. Gözəl, gözəl tərif. Gözəl iqrar, etiraf gözəl. Bəli, etiraf. Bəs Nəvai, mən bayaq dedim, onun kübar ədəbi, o hər hansı əsəri yazırsa, onun zamanına qədər kimlər o əsər haqqında yazmışsa, onların hamısının adını bir-bir çəkir. Bu, bilirsiniz, bir mədəniyyətdir, bir ədəbdir və bunu hər kəs, bu bilirsiniz nədir? Allaha yaxın olmaqdır, Allaha bağlılıqdır. Maqsud Şeyxzadədən söhbət apardıq. Maqsud Şeyxzadə 20 yaşında Özbəkistana getmiş və həmin ərəfədə də Özbəkistandan Azərbaycana Xalid Səid Xocayev gəlmiş. Xalid Səid Xocayev İstanbulda təhsil almış və Azərbaycanın o zaman baş vəziri Səməd Ağa Ağamalı oğlu öz tələbə yoldaşı Xalid Səidi Bakıya dəvət edir. Nə üçün? Çünki birinci Türkoloji qurultay keçirilməli idi və bu işi kim görə bilərdi?
və Səmədağa Ağamalıoğlu fikirləşir, Xalid Səid Xocayev yadına düşür və onu Bakıya dəvət edir. Və Xalid Səid Xocayev 1-ci Türkoloji Qurultayının bütün təşkilati işlərini o görüb və onun bir memuarı var. 1928-ci ildə o memuarı yazıb çap etmiş. Mən ötən il həmin əsəri yenidən çap elədim Latın qrafikası ilə və Latın deməli 1-ci Türkoloji Qurultayda əsas məsələlərdən biri Latın əlifbasına keçmək idi. Və Xalid Səid Xocayev deyir ki, bu mənim Latın əlifbasında çap olunan Azərbaycanda ilk kitab hesab olunur. Yeni əlifba yollarında Əski Xatirə və Duyğularım adlı bir memuardır. Çox gözəl bir əsərdir. Sonra və Xalid Səid Xocayev ilk dəfə Divan-ı Lüğət, Mahmud Kaşğarın Divan-ı Lüğət Türk əsərini ərəb dilindən tərcümə etmiş. Xalid Səid Xocayev 7-8 dil bilib o, yəni poliglot olubdu. 7-8 Bəli, 7-8 dil bilibdi və poliglot və o ərəb dilində gözəl bilibdi və Mahmud Kaşğarinin əsərini orijinaldan tərcümə edibdi. Orijinal əsliyyətdən. Bəli, əsliyyətdən tərcümə etmiş və o əsərinə görə də 37-ci ildə onu həbs elədilər, Xəzərdə boğdular, öldürdülər. Xəzərdə öldürdülər. Öldürdülər. Şimdi büyük millət, aydın millətini. Bəli. Millət aydının ya. Bəli, 37-38-ci illərdə Stalin repressiyası Qadağan dövründə, oldu. qadağan dövründə. Afsus, şunday alim Hə. getdi ya. Onun qızı ilə mən Bəhicə xanımla yazışırdıq. Sonra onun nəvəsi, onlar hazırda Kanadada 10 ildir köçüblər, Kanadada yaşayırlar. Mən onlarla həmişə əlaqədə saxlayırdım. Bir dəfə Bəhicə xanım mənə telefonda dedi ki, 91 yaşı var idi. Mən dedim ki, Bəhicə xanım, mən sizi Bakıya dəvət etsəm, biletinizi də alsam, gələrsinizmi? O dedi ki, yox. Yəni yaşım, sinnim çoxdur. Amma dedi ki, sinnim çoxdur. Mən o zaman bu dünya vida deyəcəm ki, mənim atamın bir kitabı var. O kitab çap olunsun. Mən soruşdum, nə kitabıdır? Xalid Səid Xocayevin bayaq dediyim Yeni Əlifba Yollarında Əski Xatirə və Duyğularım kitabı. Və mən cəhd elədim, o kitabı çap elətdirdim. Təşəkkürlər. Və mən o kitabı deməli 2019-cu ildə ilk dəfə və mən gecə-gündüz çalışdım bu kitabı çap eləyib. Və bu zaman Özbəkistandan Baltabayev, Həmdullah Baltabayev mənə telefon açdı ki, mən Xalid Səid Xocayevin bu kitabını çap etmək istəyirəm. Amma türkçədən tərcümə ediblər, yanlışlıqlar var. Mən ona xahiş elədim ki, siz yanlış tərcümə eləməyin, mən hazırlamışam, göndərim. Və göndərdim, Baltabayev də ilk dəfə 2019-cu ildə Özbəkistanda çap elədi, 2023-də mən həmin nəşri Bakıda. Amma 2019-cu ildə çap elədi və mənə göndərdi. Mən isə WhatsApp-la Bəhicə xanıma gecə telefon açdım. Kitabı göstərdim ki, Bəhicə xanım, atanızın kitabını çap elədim. Axı o mənə demiş ki, o kitab çap olmasa mən ölməyəcəm, belə deyirdi. Mən göstərdim, sübh həm axşam göstərdim. Səhər oyandıq və mən gördüm Facebookda onun qızı Afruz xanım yazıb ki, bu gecə anamı kaybetdik. Ya Allah. Şu kitabını ko'rgandan keyin bu dunyodan ketgan. Nafasim tiqilib qolaydi. Və mən çox pis oldum, çox belə mütəəssir oldum ki, həm o qadını sevindirmək istədim. Qarang. Həm də Bir inson uchun qanchalik go'zal mehnat qilibsiz, bir millat uchun, bir xalq uchun shunchalik go'zal, bir vatan uchun go'zal xizmat qilgansiz. Və mən onu elə o bütün bu dediklərimi də bir təəssürat kimi yazdım. 525-in bizim ədəbiyyat qəzetində çap elədim. Və Xalid Səid Xocayev əslində Mahmud Kaşğarın Divan-ı Lüğət Türk əsərini tərcümə etdiyinə görə onu öldürdülər, repressiya elədilər və Türkoloji Qurultayının təşkilatçısı olduğuna görə onu öldürdülər. Yəni belə deyim, Xalid Səid Xocayev Azərbaycanda gördüyü işlərin bir mislində Özbəkistanda Azərbaycan oğlu Maqsud Şeyxzadə görmüş. Yəni bunlar bizim uluq insanlarımız, uluq ziyalılarımız. Doğru. Mana shu asar original asliyatdan deyapsiz. Demak, Divan-ı Lüğət Türk'ning asliyati demak Azərbaycanda bormi? O vaxtı Xalid Səid Xocayev o kitabı əldə etmiş. İndi onların hamısını 37 qadağan dövrünə hamısını məhv eləyiblər. Yoxotgan. Bəli. Və Xalid Səid Xocayevin bu tərcüməsini bu qolyazmalar institutunda qalıb.
və sonra yox, Ədəbiyyat İnstitutunun arxivində qalıb. Sonra onu büküb gizlədiblər. Sonra bir qadın To'xtang. U yo'qotdim deb o'ylagan mustabid davr, lekin yashirinib qolgan. Tərcümə, yox, qolyazma. Qo'lyozmasi Qolyazmasını bir ayal, o xadimə görüb ki, orada bir qolyazmalar var. Əski əlifbada elə düşünüb ki, bu Quran kitabıdır. Bu indiki adamlar ərəb qrafikasını bilmirlər və bunu büküb gizlətib. yashirib qo'ygan. Hə. Qur'on deya yashirib qo'ygan. Qur'on deya O'sha gizlab- ayolda bir go'zal, bəli. bilasizmi, savob ish qilgan. Bəli, savab bir iş. Onu ilahinin qüdrəti də Şunday. və gizlədib. Bir 3-4 il bundan əvvəl, bəlkə də 5 il əvvəl bizim Dilçilik İnstitutunun direktoru onu tapdı və çox yüksək nəfis şəkildə 3 kitabdan ibarət bu qədər kitabdı çap elədilər. Yəni çox mükəmməl bir iş. Juda go'zal bir ish bo'libdi. Qarang, Yəni çox yaratganning o'zi Bəli, asraganda bəli. baribir Təzədən Xalid Səidi təzədən elə bir ki dünyaya gəldi. xuddi shu qaytadan bu dunyoga Bəli. keldi o'z asari bilan. Mana O'zbekistonda bu asarning taqdimotlari bo'lib o'tdi yaqinda, katta anjumanlar bo'ldi, ishtirok etdingiz. Hə, mən bu il gedə bilmədim. Mən bu il deməli Əlişir Navai konferansiyasına dəvət etdilər. Sonra Əmir Teymurun 690 ili. Amma mən bir Navai konferansında Şamol məni yıxdı. O bir zədə aldım. Hozir xastalandingiz. Hə, və bəli. Baribir sizni kutamiz, chunki oldinda shunday go'zal asarlaringiz bor, davom etacak bu go'zal men ishlar o- va biz sizni kutamiz. O kitabların hamısının rəsmini sizin verərsiniz Telegram nömrənizi ataram orada sizə. Göndərərəm indi. Men sizga o'zbek yuragini keltirdim. Sog' bo'ling, rahmat. Sağ olun, xoş Yaxşı gəldiniz. kunda görüşəyik. Günəşli Sağ olun. Azərbaycana xoş gəldiniz. Rahmat, sağ Öz olun. eviniz kimi, öz vətəniniz kimi. Sog' bo'ling, rahmat. Sağ olun, Bo'ldi, sağ olun. rahmat. Samimiy suhbatingiz uchun rahmat, tashrifingiz uchun tashakkur. Bu Oltin ko'prik loyihasi edi. Ko'rsatuvimizning bugungi aziz mehmoni Turkiy dunyoning ulug' shoiri, Navoiyga o'z umrini bag'ishlab go'zal asarlar yaratayotgan Do'stlik ordeni sohibasi Olmosxonim Ulviy Binnatova bo'ldilar. Xayr, sog' bo'ling. Rahmat. Təşəkkür edirəm. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Həmişə gəlin. Sog' bo'ling.